Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə edilib. Yeni Sabah məlumat verir ki, bu haqda Gündəlik Naxçıvan məlumat paylaşıb. Məlumata görə, həmin binadakı əlavə 2 mənzili isə yerli icra başçısı mənimsəyib. Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən qazilərdən biri deyir ki, illərdir ev üçün müraciət etsə də müsbət cavab ala bilmir. Qaziyə daha çox təsir edənsə, onlara çatacaq mənzillərin aidiyyatı olmayan şəxslərə verilməsidir. Rayon mərkəzində el arasında şəhidlər binası adlanan qazi və şəhid ailələri üçün nəzərdə tutulan binadakı mənzillər yüksək vəzifəli şəxslərə verilir. Mənim kimi vətən üçün canın qoyanlar isə kirayələrdə yaşayır. Başçı Kamal Cəfərov bizə aid olan binada yan-yana 2 mənzil götürüb, birləşdirib ki, böyük olsun. Təmiri yeni bitirib. Əli Həsənov da onun qonşusudur bu binada. Axı, Əli Həsənovun nəyi yoxdur? Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir? Bu sözlər icra hakiminə də aiddir. Şəhid ailələri və qazilər müvafiq qurumlara müraciət edərək onların haqqı olan evlərin geri qaytarılmasını tələb ediblər.